Salam, hər vaxtınız xeyir olsun. Bu gün maddələr mübadiləsi, vitaminlər mövzusunun testlərinə baxacağıq. Bu mövzuda ilk başdakı suallar 20-25 sual əzbər tipindədir. Yəni bunun üçün gərək siz nəzəriyyəni yaxşıca oxuyasınız, bu əzbər sualları eləyəsiniz. Yəni detallı deməyə bir şey yoxdur. Amma yenə də baxaq bu suallara da göz gəzdirək. Əsas suallar oradan sonra başlayır, bu əzbər suallardan sonra. Başlayaq birinci sualdan. Cavan orqanizmin böyümə və inkişafının zəifləməsi, dərinin dişlərin formalaşması, görmə qabiliyyətinin pozulması A vitamini çatışmadıqda müşahidə edilir. Günəşin ultrabənövşəyi şüalarından D vitamini sintez olunur. D vitamini çatışmayanda uşaqlarda rəxitlik, böyüklərdə osteomaliyasiya xəstəliyi yaranır. Yaşlı adam bir gündə C vitamini olan gündəlik tələbat 50-100 mg-dır. Vitaminlər insan orqanizmində nə rol oynayır? Təbii ki, irsi xüsusiyyətlərin saxlanması ola bilməz. Orqanizmin müqavimətini artırar, yoluxucu xəstəliklərdən qorunmanı təmin edər. İnsanda həzm şirələrinin tərkibinə daxil olan aşağıdakı maddələrdən hansının monomeri amin turşusudur? Bilirsiniz ki, zülalın monomeri amin turşularıdır. Burada zülal yoxdur, amma fermentlər var. Fermentlər zülal tərkibli maddələrdir. Onların da monomeri amin turşusudur təbii ki. 7. Aşağıda göstərilən maddələrdən hansıları parçalanmadan mənimsənilir? Baxın, nuklein turşusu nukleotidlərə, zülal amin turşularına parçalanır. Karbohidratlar sadə karbohidrata parçalanır. Yağ, gliserin yağ turşusuna parçalanır. Mineral duzlar, vitaminlər heç nəyə parçalanmadan mənimsənilir. Həzm kanalında yağların parçalanmasında hansı birləşmələr əmələ gəlir? Gliserin yağ turşuları. Karbohidrat mübadiləsində məddaltı vəzninin sintez etdiyi hansı hormon iştirak edir? Burada insülin də ola bilər, glikagon da ola bilər. İkisi də məddaltı vəzin hormonudur. Karbohidrat mübadiləsində iştirak edir. Funksiyası nədir? İnsülin qanda olan glikozanı glikogenə çevirir, artığını qaraciyərdə depoluyur. Glikagonun funksiyası isə insülinin əksinədir. O da glikogeni glikozaya parçalayır. Davam eləyək. 10. Beri-beri xəstəliyi orqanizmdə hansı vitamin çatışmazlığından yaranır? B1. Hansı sırada qeyd olunan qidaların hamısının tərkibində A vitamini və ona çevrilən maddələr daha çoxdur? A vitamini ola bilər yer kökündə, kərə yağında, ərikdə də ola bilər, yumurta sarısında, çəltikdə olmaz, qaraciyərdə olar. Balıq çürüsündə də ola bilər. Uyğun gəlir, hansı Y bəndi. 12. Göstərilən cərgələrin hansında müvafiq vitaminlərin çatışmazlığından törənən xəstəlik düzgün verilib? C. Toyuq korluğu deyil, skorbutdur. A. Toyuq korluğu. D. Rəxitlik. B1. Beri-beri xəstəliyi. Toyuq korluğu xəstəliyinin inkişafını qarşısına ala bilən qida məhsulları, yəni A vitamini daha çox olan qida məhsulları hansı cərgədə düzgün verilib? Burada ola bilər yer kökü, kərə yağı, süd. Tərkibindən C vitamini nisbətən çox olan qida məhsulları hansı sırada düzgün verilib? C vitamini ola bilər, deyə bilərik. Qarpızda, qara qarağatda, limonda, naringidə, soğanda 1, itburunda olar 3, qarpız, limon, 9, 11. Doğru cavab Y bəndi olacaq. 15. Vitaminlər qətiyyən enerji daşıyıcıları ola bilməz şagirdlər. Bilirsiniz ki, karbohidratlar parçalananda, məsələn 17,6 kilojul enerji ayrılır deyirik. Zülaldan da o qədər ayrılır. Yağdan 38,9 kilojul enerji ayrılır. Amma vitaminlər qətiyyən enerji daşıyıcısı deyirlər, parçalananda enerji vermirlər. Vitaminlər karbohidrat, yağ, zülal funksiyalarının yerinə yetirilməsində kömək edir. B variantı doğru olacaq. 16. Gəminin heyəti üçün şorba hazırlanarkən tərkibində 100 mg B qrup vitaminləri olan çiy kələmdən istifadə olunub. Şorba bişəndən sonra tərkibində nə qədər B qrup vitamini qalacaq? Deməli, 100 mg var imiş əvvəlcə. Bu, ümumi nə qədərdir? 100%-dir. Bişəndən sonra bitki mənşəli qidalar B qrup vitaminlərinin nə qədərini itirir? 20%-ni itirir. Yerdə qalır nə qədər? 80%-i qalır. Görək bu qalan 80% nə qədərə uyğun gəlir?
80 milliqrama. 17. Həzm kanalının fermentlərinin təsirindən zülal yağ və karbohidratlar hansı məhsuladək parçalanırlar? Zülal amin turşusuna, yağ, gliserin yağ turşusuna, mürəkkəb karbohidrat, sadə karbohidrata, monosaxarida parçalana bilər. 1, 3, 4, doğru cavab C bəndi. 18. 20 nəfərdən ibarət gəmi heyəti 30 gün müddətinə gəzintiyə çıxarkən özləri ilə minimum nə qədər C vitamini ehtiyatı götürməlidirlər? Minimum 50 milliqramdır bir gün üçün. Bəs 30 gün üçün nə qədər olacaq? 30'u vurmalıyıq 50'yə, edəcək 1500 milliqram. Amma bir şəxs üçün hesablayırıq. Gəmi heyəti nə qədərdir? 20 nəfərdir. Deməli, biz 1500'ü vurmalıyıq 20'yə. Edir 30 min. 30 min. 1 qram 1000 milliqramdır. Bunu qrama çevirmək üçün 1000'ə bölürük. Qalır nə? 30 qram. 19. Əgər bişmiş kələmin tərkibində 80 milliqram B qrup vitamini qalıbsa, bişməmişdən əvvəl bu vitaminin miqdarı nə qədər imiş? Deməli, qalan 80 milliqramdır. İtirilən 20%, qalan 80%dir. 80% 80 milliqramdır. Bəs əvvəlcə ümumi 100% neçə milliqram imiş? 100 milliqram imiş. 20. Aşağıda verilmiş bitki mənşəli qida məhsullarından hansının eyni kütləsində daha çox karbohidrat var? Bitki mənşəli deyir. Ət, balıq, kəsmik heyvan mənşəlidir. Paxlada zülal daha çoxdur deyə bilərik. Düyüdə karbohidrat daha çox olar. 21. Çiğ ətdə 400 milliqram B qrup vitaminləri olduğunu qəbul edərək bu əti suda bişirəndən sonra orada nə qədər B qrup vitamini qaldığını hesablayın. Deməli, çiğ ətdə 400 milliqram imiş. Bu 100%dir. Çiğ ət bişirildikdə tərkibində olan B qrup vitamininin 15-60%-ni itirir. Yerdə nə qədər qalır? 40-85%. Görək, bu neçə milliqrama uyğun gəlir. Yazırıq X. X-i tapmaq üçün bir dəfə 400'ü 40'a vurub 100'ə bölürük. 160 eləyir. Bir dəfə də 400'ü 85'ə vurub 100'ə bölürük. 340 edir. Doğru cavab D bəndi. 22. Sağlam insanın qanında glikozanın miqdarı artarsa hansı tədbiri görmək məsləhətdir? Deməli, sağlam insanda glikozanın miqdarı artıbsa, deməli bu çoxlu miqdarda karbohidrat qəbul edib. Karbohidratı azaltmaq lazımdır. 23. İnsanda bu prosesi bilavasitə tənzim edən vəz glikogeni glikozaya çevirən insulin hormonudur. İnsulin hormonu da mədə-altı vəzin hormonudur dedik. Bunun əksi prosesi aparan glikozanı glikogenə çevirən də glikagon hormonudur. Çaşdım. Glikogeni glikozaya çevirən glikagondur. Glikozanı glikogenə çevirən insulindir. 24. İnsan orqanizmində 1 və 2 prosesləri harda baş verə bilər? Deməli, 1-də zülallar amin turşusuna parçalanır, 2-də amin turşular birləşib zülal əmələ gətirir. 1. Yoğun bağırsaq olmaz, qida borusu olmaz, ağız boşluğu olmaz. Burada mümkün deyil ki, zülal amin turşusuna parçalansın. Amma lizosom hardasa deyə bilərik, ola bilər. Çünki deyə bilərik, hüceyrə daxili həzm gedir, zülal amin turşusuna parçalanır. Mədə də ola bilər. Amma burada 2 uyğun gəlmiş. Ağız boşluğunda amin turşular birləşib zülal əmələ gətirə bilməz. Nə də əksi, zülallar amin turşusuna parçalanmaz. Y bəndi ona görə yanlış olacaq. Burada olacaq mədə və ribosom. Ribosomda hansı proses baş verir? Translyasiya. Translyasiya vasitəsilə zülal sintezi olacaq. Doğru cavab D bəndi. 25. Səhv müddəa hansıdır? Suda və yağda həll olan vitaminlər mövcuddur. Düz. B1 vitamini çatışmayanda B1 xəstəliyi əmələ gəlir. Günəşin ultrabənövşə şüalarından dəridə A yox, D vitamini əmələ gəlir. C bəndi səhvdir. 26. İnsan bitki mənşəli qida ilə qidalandıqda onun həzm kanalında hansı çevrilmə baş verəcək?
Deməli, bitki mənşəli karbohidrat, nişasta qlikozaya çevriləcək insan həzm kanalında. Amma glikogen bitkiyə aid karbohidrat deyil. Yağ, gliserin yağ turşusuna parçalanar. 1-3A bəndi. Burada da heyvan mənşəlidir. Nişasta bitkiyə xas karbohidratdır. Glikogen, glikoza heyvana xasdır. Zülal da amin turşusuna parçalanar. Y bəndi doğru olacaq. Aşağıdakı üzüm maddələrdən hansılar insan bədənində sintez oluna bilər? Glikozadan glikogen, amin turşusundan zülal, gliserin yağ turşusundan yağ sintez olunacaq. Amma C vitamini insan bədənində sintez oluna bilmir. C vitaminini biz qida maddələrindən əldə edirik. 1, 2, 3. Yetkin insanın bir gündə C vitamini olan minimal tələbatı 500 mg, B2 vitamini olan minimal tələbatda, yəni 2 mg-dan neçə dəfə çoxdur? 25 dəfə çoxdur. 30. Sxemdə verilmiş proses sağlam insanda harda baş verir? Yağın, yağ turşusu gliserinə parçalanması yalnız mədə və yoğun bağırsaqda deyə bilmərik. Yoğun bağırsaqda heç bu baş verməz. Mədədə də cüzi miqdarda. Bu prosesin baş verməsi üçün əsasən öd lazımdır. Öd yağları xırda damcılara parçalayır. Daha sonra mədəaltı vəzin lipazası da bu xırda yağ damcılarını parçalayır, yağ turşusu və gliserinə. Bu proses də harda baş verir? Ödün və mədəaltı vəzin lipazasının axdığı orqan hansıdır? Nazik bağırsaqdır. Ona görə deyə bilərik ki, bu proses nazik bağırsaqda baş verəcək. 31. İnsan orqanizmində həzm prosesi zamanı normada qan nazik bağırsaq kapilyarları ilə axdıqca onun tərkibində baş verən dəyişikliklər qrafikdə göstərilib. 1, 2, 3-ü müəyyən edin. Deməli, 1 maddəsinin miqdarı artıb, 2 dəyişməz qalıb, 3 də azalıb. Bir vitamin ola bilər, qana keçir, qanda miqdarı artır. Eritrosit dəyişməz, uyğun gəlir. Zülal azalarmı? Zülal qanın tərkibində nazik bağırsaq kapilyarlarında olmaz. Çünki zülal mürəkkəb maddədir. Bu amin turşusuna parçalanır, amin turşusu qana keçir. Zülal qana keçmir. Karbon qazı olar, amin turşusu dəyişməz qalır. Yəni 2-yə uyğun gəlmir, amin turşusunun miqdarı artmalıdır. Burada silik cövhəri var. Silik cövhəri həzmə aid olan bilməz. Amin turşusu artır, eritrosit dəyişməz qalır, oksigen qazı azalır. D bəndi doğru olacaq. 32. Qrafiklərdə suda bişirilməmişdən öncə və suda bişiriləndən sonra qidada qalan B qrup vitaminlərinin miqdarının zamandan asılı olaraq dəyişməsi verilib. Hansı qrafik bitki mənşəli qidanın tərkibində B qrup vitamini miqdarının dəyişməsini əks etdirir? Deməli, əvvəlcə 100 mg imiş bitki mənşəli qidada B qrup vitamini. Bu bizim 100%-imizdir. Bişəndən sonra 20%-ni itirir, qalır 80%. Deməli, burada x neçə milliqrama uyğun gəlməlidir? 80 milliqrama. Doğru cavab B bəndi olacaq. Yeməyin bişirilməsində istifadə olunan bitki və heyvan məhsullarının tərkibində bərabər miqdarda 200 mg B qrup vitamini var cəmi. Deməli, 100 mg bitkinin tərkibindədir, 100 mg heyvan məhsulunun tərkibindədir. Yeməyi bişirərkən maksimal miqdarda B qrup vitamini itirilib. Bu bitki mənşəli olan 20%-ni itirəcək, qalacaq 80 mg. Bu da yəni, maksimum itirib deyirsə də 60%-ni itirəcək, qalacaq 40%. 40 mg uyğun gəlir. Bişirdikdən sonra yeməyin tərkibində qalan bitki mənşəli B qrup vitaminlərinin miqdarı heyvan mənşəli B qrup vitamini miqdarından nə qədər çoxdur? 80-dən 40 çıxanda neçə edəcək? 40 mg. Doğru cavab B bəndi. 34. D vitamini çatışmayanda sərtliyi artmır. Uşaqlarda osteomoriyasiya yaranmır. Uşaqlarda rəxtlikdir. Böyüklərdə osteomoriyasiya xəstəliyi yaranır. Deməli, Eyler-Venn diaqramında ateroskleroz və podagra xəstəliyi göstərilir. Maddələr, ateroskleroz bilirsiniz ki, qan damarlarının divarlarında lipidlərin yığılmasıdır.
Podagrada sidik turşusunun oynaqlarda, əl və ayaq oynaqlarında yığılmasıdır. Sidik turşusu çox əmələ gəlir, böbrəklər vasitəsilə xaric olunur, oynaqlarda yığılır. Maddələr mübadiləsinin pozulması nəticəsində ikisinə də aid edə bilərik. Qanda və toxumalarda sidik turşusunun miqdarı artır, podagrada dedik. Düyünlər ikisinə də aiddir. Damarların divarında lipid ləkələri, zolaqlara əmələ gəlir aterosklerozda. İç təsvirini sidenham verən podagradır. Beyin qan damarlarında da ateroskleroz yarana bilər. 4, 6, 2, 5, 1, 3 doğru cavab D bəndi olacaq. 36. İnsanın qarın boşluğunda yerləşən ən iri xarici sekresiya vəzisinin analizi aparılarkən tərkibində 10% lipid olduğu aşkar edilir. Ən iri xarici sekresiya vəzisi qaraciyərdir. Bunun da tərkibində 10% lipid olması normal haldır. Verilmiş nəticəyə əsasən hansı fikir irəli sürmək olar? Lipid mübadiləsi pozulub, heç nə pozulmayıb, normal vəziyyətdədir, pozulmayıb. Sutka ərzində 1 qramdan az xolesteron qəbul edilib. Gün ərzində 0,3-0,5 qram xolesteron qəbul olunur. Deməli, bu da 1 qramdan azdır. Normal şəkildə qəbul edib ki, sağlam adamdır. Ateroskleroz xəstəliyi müşahidə edilə bilər. Xəstəliyi yoxdur. Qaraciyərdə birləşdirici toxuma yox, epitel toxuması əsasən üstünlük təşkil edir. 2, 4 doğru cavab B bəndi olacaq. 37. 5 sutka ərzində orqanizm tərəfindən mənimsənilən zülalın kütləsi 225 qramdır. Qəbul olunan zülalın kütləsi nə qədərdir? İnsan orqanizmində zülalın 90% mənimsənilir. Deməli, bu 225 mənimsənilən 90%dir. Bəs ümumi qəbul olunan faiz nə qədərdir? X-dir. X necə deyəcək? 250. 38. Orta yaşlı insan 5 gün müddətində qidalarla qəbul etdiyi B2 və A vitaminlərinin miqdarı qrafikdə verilib. Neçənci gün bu vitaminlərin hər ikisi minimum sutkalıq normadan artıq qəbul edilib. Burada B2 vitamini minimum 2 mg, A vitamini də 1 mg qəbul olunmalıdır. Baxmalıyıq, hansında 2 və 1-dən çox olacaq. Burada bu birinci gündür də, 3 yazılıb. Bu birinci gündür. B vitamini 2-dən çoxdur, artıq 2,5-ə yaxınlaşır. A vitamini də nədən çoxdur? 1-dən çoxdur. Deməli, birinci gün artıq qəbul olunub. İnsanın üzüm maddələri olan gündəlik minimal tələbatının verdiyi enerji, maksimal tələbatın verdiyi enerjidən nə qədər azdır? Üzüm maddələr hansılardır? Zülal, karbohidrat, yağ. Zülal gündəlik qəbul olunmalıdır 85 mg, verdiyi enerji 17,6-dır. Karbohidrat minimum 380, maksimum da 500 olmalıdır. Bir dəfə 380 17,6-ya vurmalıyıq, bir dəfə də 517,6-ya vurmalıyıq. Yağda isə 80-100 mg-dır. Hər birini ayrılıqda 38,9-a vurmalıyıq. Alınan ədədləri, buradan sonrası artıq riyaziyyatdır. Siz özünüz vurarsınız, maksimumdan minimumu çıxıb cavabı yazarsınız. 40. Cədvələ əsasən doğru olmayan ifadəni müəyyən edin. Sutkalıq norması 50-100 mg C vitaminidir. 0,2-0,5 D vitamini, 10-15 mg Y vitamini, 20 mg B3 vitamini, 1 mg da A vitaminidir. Baxaq hansı doğru deyil. C vitamini çatışmayanda skorbutdur. D vitamini günəş şüalarının təsirindən əmələ gəlir. Deməli, Y vitamini əzələlərin inkişafına təsir edir. T, B3 çatışmayanda dişlər tökülür. B3 vitamininə aid deyil. 41. Cədvələ əsasən vitaminlərin sutkalıq normasını müqayisə edin. Deməli, skorbut 50-100 mg, rəxit D vitaminindən çatışmazlığından əmələ gəlir. 0,2-0,5. Toyuq çorluğu 1 mg. Ən az 2-dir, ən az. Daha sonra toyuq çorluğu 3 mg üçüncü, ən çox da 1 skorbut olur. C bəndi uyğun gəlir. Davam edək 42-ci sualla. Aşağıdakı diaqramda müxtəlif vitaminlərin bir sutka ərzində
qəbul edilmiş miqdarı əks olunub. Bu diaqrama əsasən hansı vitaminlər qaraciyərdə depolana bilər? N sutkalıq normal miqdardır. Deməli, bu qədər qəbul olunmalı imiş. Amma bu normal miqdardan, günlük normal miqdardan az qəbul olunan vitamin depolana bilməz. Depolanır hansı vitaminlər? Yəni artıqdır miqdarı, onu orqanizm depolayır ki, lazım olanda istifadə etsin. Amma bundan az olan B2 və D vitamini depolana bilməz. Və bundan əlavə olaraq siz bilməlisiniz ki, suda həll olan vitaminlər depolana bilmir. Bunlar da C və B qrup vitaminləridir. Suda həll olan vitaminləri günlük qəbul edirik və artığı silik vasitəsilə xaric olunur. Depolana bilir yağda həll olan vitaminlər A və K vitamini. B variantı doğru olacaq. 43. Aşağıdakı təcrübədən düzgün nəticə çıxarın. Qanun analizi göstərmişdir ki, heyvan mənşəli qida ilə qidalandıqdan sonra qaraciyərə daxil olan venadakı qanda 0,3%. Qaraciyərdən çıxan damardakı qanda isə 0,12% glikoza olub. Deməli, glikozanın miqdarı azalıb. Bu glikoza təbii ki, itməyib, yoxa çıxmayıb. Bəs nə olub? Deməli, artıq miqdarı qaraciyərdə glikogen şəklində toplanıb. Doğru cavab A bəndi olacaq. 44. Normadan artıq antibiotiklərin verilməsi bakteriyalardan hansına öldürücü təsir göstərərək həzm prosesini ağır dərəcədə pozur. Deməli, antibiotiklərin məqsədi nədir? Orqanizmdəki bakteriyaları məhv etməkdir. Amma normadan artıq qəbul olunduqda bunlar orqanizmdəki, xüsusilə yoğun bağırsaqda yaşayan xeyirli bakteriyaları da öldürücü təsir göstərir. Hansı ki, bu bakteriyaların orqanizmdə funksiyası çoxdur. Həzmi yaxşılaşdırırlar, vitamin sintez edirlər, immun sistemini gücləndirirlər. Normadan artıq istifadəsi bu xeyirli bakteriyalar, bağırsaq çöpü bakteriyalarına öldürücü təsir göstərib həzm prosesini pozacaq. 45. İnsan orqanizmində bitki nişastası ola bilər. Baxın, nişasta polisaxariddir, mürəkkəb karbohidratdır. Bu formada qana keçə bilməz. Gərək parçalansın sadə karbohidratı, elə qana keçsin. Qanda rast gəlinməz. Qaraciyər vəzələ cürəsində deyə bilərik, glikogen toplansın. Nişasta toplanmaz. Ağız boşluğu və mədə olar. Ağız boşluğuna daxil olacaq, bir miqdar parçalanacaq, parçalanmayanda mədəyə keçəcək. Qidadakı zülalların parçalanmasından başlayaraq insan orqanizminə xas olan zülalların sintezinə qədər amin turşuların keçdiyi yolu göstərin. Zülal əsasən limfaya keçmir. Həzm kanalından, baxın, limfaya keçməz. Qana keçəcək, qandan toxumu mayesinə, oradan da hüceyrəyə keçəcək. B bəndi. 47. Karbohidratlarla zəngin qida qəbul etmiş sağlam insanın qanında glikozanın miqdarının dəyişməsi harda düzgün verilib? Yəni, sağlam insandırsa, glikozanın miqdarı artacaq, daha sonra çalışacaq orqanizm tarazlasın, sabitləşdirsin miqdarını, ona görə azalacaq əvvəlki miqdarına. A bəndi doğru olacaq. 48. Əgər mədəaltı vəz çoxlu miqdarda glikagon hormonu ifraz edərsə, onda nə baş verər? Glikagon hormonunun funksiyası nədir? Glikogeni glikozaya parçalayır, qan ötürür. Deməli, qanda glikozanın miqdarı artar, glikogen artmaz, azalar. Qaraciyərdən qana glikoza keçər. 1-3 doğru cavab olacaq. 49. Doğru, düzgün cavabı müəyyən edin. Deməli, bu cədvəl suallarında necə işləyəcək buranı? Doğru yazılan yerdə, bu hissədə doğru olan variantları, doğru olan bəndləri, yanlışda da yanlış olanı seçməliyik. 1. A vitamininin çatışmazlığı fagositlərin funksiyasını zəiflədir, nəticədə dərdiyə tabi proseslər baş verir. Ola bilər, çünki A vitamini fagositlərin normal işləməsinə kömək edir. Uzun müddət isti şəraitdə qalmaq orqanizmin biokimya prosesini sürətləndirir. Yəni, bir miqdar sürətləndirə bilər, amma uzun müddət qalmaq sürətləndirməz. Yaşlı insanların pnevmoniya bildiyimiz sətəlcəmdir, alveolların iltihablaşmasıdır. Ağır keçirməsinə səbəb limfositlərin aktivliyinin azalmasıdır deyə bilərik, çünki orada iltihablaşma var. Demək ki, limfositlərin aktivliyi azalıb. Qızlarda olanlara nisbətən immun sistemi gec formalaşır. Deyə bilmərik, qızlarda əksinə tez formalaşır. İndi, doğru yazılan yerdə doğrunu,
1-i götürürük. Yanlış yazılan yerdə yanlışı 4-ü seçirik. 1 və 4 olacaq. 50. İnsanın qareziyərində yağ, zülal və karbohidratların çevrilməsi sxeminə əsasən düzgün mülahizələri müəyyən edin. Nəzərə almalıyıq ki, yağ, karbohidrat bir-birinə çevrilə bilir, zülal da həm yağa, həm karbohidratı çevrilə bilər. Deməli, X nədir? X deməli zülaldır. Z ya yağdır, ya karbohidratdır. Y də yenə o formada ya yağdır, ya da karbohidratdır. İkisindən biridir, ikisi də ola bilər. X zülaldır, doğrudur. Z həzm sistemində amin turşusuna parçalanır. Z yox, X parçalanır. Y yağ ola bilməz, ola bilər. Y və Z-in tərkibi eyni elementlərdən ibarətdir. Baxın, yağın, karbohidratın tərkibində hansı elementlər var? Oksigen, hidrogen və karbon. Oksigen, hidrogen, karbon. Deməli, eyni elementlərdən ibarətdir deyə bilərik. Amma məsələn, zülal deyə bilmərik bunlarla eyni elementlərdən ibarətdir. Çünki zülalın tərkibində əlavə olaraq azot da var. 5. 1 qram X maddəsi tam parçalananda 38,9 yox, 17,6 kilojul enerji ayrılır. Z karbohidrat ola bilər. Doğru cavab 1, 4 və 6 olacaq. 51. Əgər bişmiş kələmdə 160 mg B qrup vitamini qalıbsa, bişməmişdən əvvəl nə qədər imiş? Deməli, bilirik ki, bişəndə nə qədərini itirir? Bitki mənşəli qidalar 20%-ni itirir, qalır 80%. Deməli, qalan 160 mg-dır. 160 mg 80%-ə yoğun gəlir. Bəs bişməmişdən əvvəl, yəni itirilməmişdən əvvəl 100% nə qədər imiş? X imiş. X neçə eləyir? 200 edər. 52. Kələmi qaynatdıqda onun tərkibində olan B qrup vitaminlərinin miqdarının temperaturdan asılı olaraq dəyişməsi verilib. Burada tapmalıyıq biz X-i. Deməli, 150 mg imiş bişirilməmişdən əvvəl. Bu uyğun gəlir 100%. Bişiriləndən sonra 20%-ni itirəcək, qalacaq 80%. Görək 80% nə qədər imiş? 15-i 8-ə vuranda 120 edəcək. 53. Əti qaynatdıqda onun tərkibində olan B qrup vitaminlərinin miqdarının temperaturdan asılı olaraq dəyişməsi verilib. Qrafikə əsasən X-in kiçik qiymətini tapın. Ətin ümumi miqdarı 50 mg 100%-dir. Bilirik ki, ət qaynayanda tərkibində olan B qrup vitamininin 15-60%-ni itirir. Yerdə nə qədər qalır? 40-85% qalır. Bu qədər qalır. Deməli, ən kiçik qiymətini tapın deyirsə, 40%-ni hesablayacaq. 40%-i X yazırıq. X eləyir nə qədər? 20. 54. 2 kiloqram ətdə 100 mg B qrup vitamini olduğunu nəzərə alaraq, bu əti qaynatdıqdan sonra tərkibində qalan B qrup vitamini maksimum neçə kiloqram çiğ ətdə olar? 100 mg B qrup vitamini çiğ ətdə 100%-dir. Bişiriləndən sonra tərkibində qalır 80%. Yoğun gəlir 80 mg-a. Biz burada niyə qarışdırdıq? Bitki ilə qarışdırdıq axı. Ət deyir. Ət qaynayanda 40-85% qalır. Maksimumla soruşursa 85 ilə gəlin hesablayaq. X eləyəcək 85 mg. Bu nə qədər çiğ ətdə var? Bizdə şərtdə deyir 2 kiloqram ətdə 100 mg var. Əgər 2 kiloqram ətdə 100 mg-dırsa, 85 mg neçə kiloqram ətdə olacaq? 1,7 kiloqram ətdə olar. 55, 56, 57, 58 eyni tipdədir. Sizdən istəyirəm ki, bunları özünüz işləyəsiniz. Həlli ilə bir yerdə şərhlərdə yazasınız. Çətinlik isə soruşarsınız şərhlərdə. 59. Uyğunluğu müəyyən edin. Çatışmadıqda gözlər zəif görür, ağzın zeytli şahsı zədələnir. Gözlər zəif görürsə, bunu oxuyan kimi həmişə burada götürürlər A vitamini. Toyuq çorluğuna görə. Amma nəzəriyyəni diqqətli oxumaq lazımdır.
Gözlər zəif görür çatışmayanda, ağzın sehli qışağı zədələnir, tüklər tökülür. Bu aiddir B2 vitamininə. 1-ə A, ultravənövşəyi şüaların təsirindən D vitamini əmələ gəlir. Əzələlərin cinsiyyət vəzlərinin işini tənzimləyən Y vitaminidir. A, C, D. Bu qədər testlərin sonuna gəldik. Əgər qaranlıq qalan məqam oldusa, şərhlərdə soruşa bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.